Salam əziz izləyicilər, söz verdiyimiz kimi Şükran Kitab Evində sual-cavab festivalına start verdik. Bəli, maraqlı suallarımızı və hədiyyələrimizi götürüb yollanırıq Maştağada yerləşən Heydər Əliyev Parkına. Diqqətiniz videoda olsun, maraqlı suallarımız var, çox əylənəcəyik, çox hədiyyə paylayacağıq. İlk öncə bunu sual verim. Şükran Kitab Evinin Instagram səhifəsini izləyirsən? Telefon var üstündə. Açıbsan, ora birinci follow atacağıq, yaxşı? Maştağa Şükran Kitab Evi. Təcili follow atırıq və sual veririk sənə. Followumuz gəldi. İnsan nəfəsi ilə hansı qazı xaric edir? Karbon qazı. Necə? Karbon qazı. Təbrik edirik səni Şükran Kitab Evindən, hədiyyə veririk sənə. Mütləq şəkildə Şükran Evinə yaxınlaş, sən də bütün məktəb ləvazimatları orada satılır. Təşəkkürlər. Hədiyyə qazanmaq istəyən var, uşaqlara da, böyüklərə də. Günay xanım, Azərbaycanda məktəb yaşı neçədən başlayır? 7'den. Maştağa da deyəsən amma 7 yaşdan gedir. Yanlış cavabdır bu dəqiqə. Amma hal-hazırda dövlətdə 6 yaşdan başlayır. Uşaqlar üçün telefon və internet istifadəsi nə qədər olmalıdır günlük? 1'dir. Qəbul edirəm, bəli. Limitli olmalıdır, bir dəfə olmalıdır, 1 saatı keçməməliyik. Buyur. Piramidalar hansı ölkədə tikilib? Misirdə. Bravo. Müqəddəs bəyin hədiyyəsi studiyamıza gəlsin. Buyurun, nəvənizə hədiyyə eləyərsiniz. İnsan orqanizmində ən güclü əzələ hansıdır? Ürək. Ürək. Və ürək hər şeyi idarə eləyir. Amma bir əzələ var ki, ən güclü əzələdir. O bizə daima lazımdır. Onunla danışırıq. Yanlış cavabdır. Təşəkkürlər. Təşəkkürlər. 1 üstə gəl 1. Neçə eləyir? 1. Heç kim eşitmədi, bir də sual verirəm. 1 üstə gəl 1. Uğur, mənə bax. 1 üstə gəl 1. Neçə eləyir? Bilmirəm. Aa, bravo. Neçə? 2. 2. Uğurun hədiyyəsini verək. Maştağada çox fəaldılar. Uşağa ən çox nə lazımdır? Sevgi, pul, yoxsa oyuncaq? Oyuncaq uşaq. Əslində düz deyir də. Yəni hansı uşağa sübut eləyə bilərsən ki, sən sevgi ilə böyüməlisən? Uşağa birinci oyuncaq lazımdır ki, sonra sevgini öyrənsin. Nəbi dayı, Allah can sağlığı versin. Nəvə varmı? Allah saxlasın, nəvəyə hədiyyə göndəririk. Şükran Kitab Evindən. Çox sağ ol. Şərtlərimiz var. Şükran Kitab Evini Instagramda izləməlisən. Follow ataq ora, bax səhifəni indi tapdın. Takib elədik və bir sualımıza cavab verəcəksən, daha sonra sənə hədiyyə verəcəyik. Neçənci sinifsən Yağmur? 5-ci sinif. 1000-in 10% neçədir? 100. Bravo! Aferin sənə. Təbrik edirik səni. Xoş Təbriklər. günlərdə istifadə elə. Mağazaya gəl, orada hələ daha maraqlı şeylər var. Məktəbə getmək yaşı uşaqlar üçün. Neçə yaşdan gedir uşaqlar məktəbə? 7 yaş. Sən 7 yaşdan getmisən? Bəli. Bir il gecikmisən yoxsa yox? Yox. Amma əslində neçə yaşdan gedirlər? 6. Bravo! Bravo. Alqışlayaq. Bravo. Şükran Kitab Evindən hədiyyəni istifadə elə gülə-gülə mütləq mağazamıza da buyurun. Əlifbanın birinci hərfi hansıdır? Bravo! Aferin sənə. 6 yaşı var və artıq Şükran Kitab Evindən hədiyyə qazandı. Təşəkkür edirik Zərifə. Vulkan görmüsünüz də, vulkan. Vulkandan çıxan o mayeyə nə deyilir? Bravo! Bu hədiyyə sizin. Nadir bəy, əgər kitabların dili olsaydı, danışa bilsəydi, nə deyərdi? Deyədim mən oxuyum. Bravo. Çox gözəl. Məni oxuyun və əlavəsini eləyək. Məni oxu, amma vərəqlərimi çırp. Nəvə var, bəli. Nəvəyə hədiyyə göndəririk Şükran Kitab Evindən. Minnətdarıq. Allah can sağlığı versin. Book sözü, ingiliscə book deyirlər. Azərbaycanca nədir o? Bığ deməkdir də. Deyir book. Book. Bığ deməkdir. Bığ. Bunu da yazırıq bu gold listimizə. Book ingiliscədən Azərbaycana tərcümədə bığ deməkdir. Bığın cavabına görə sizə hədiyyə verəcəyik ki, cavabınız boşda qalmasın. Şükran Kitab Evindən sizə hədiyyə veririk. Daima sizi orada gözləyirik. Bizdə ingilis kitablar da var, orada tərcümələrdə çox şey öyrənmək olar. Təşəkkürlər.